Ərəblərdə adət idi. Bir düşmən gələndə falan da çıxırdılar o dağın üstündən elan edirdilər ki, təhlükə, təhlükə deyib qışqırırdılar. Həzrəti Peyğəmbər getdi, çıxdı ora. Təhlükə, təhlükə dedi, qışqırdı, camaat hamısı yığışdı. Dedi, mən indi desəm ki, buradan bu üzdağın bu üzündə düşmən gəlib, əllərində od sizi yandırır, yandıracaq, inanacaqsınız bizə. Mənə dedilər, bəli, sən əminsən, heç vaxt yalan danışmamısan, heç vaxt allatmamısan. Dedi, baxın, mən sizə deyirəm ki, milyon dəfə o düşməndən artıq bir cəhənnəmin üstündə dayanmısınız. Düşmən hələ dağın bu üzündə ola bilər. Siz cəhənnəmin üstündə, kuntum əla şəfa hufrətin minənlər. Cəhənnəmin üstündə dayanmısınız. Batırsınız, o çox deyir təsir elədi ərəblərə, Məkkə cəmaatına. Demək olar ki, daxildə hamısı dönmüşdü. Elə bir qalmışdı, iqrar edirlər, Əbu Ləhəb məlun çıxdı, bütün o şeyin hamısını pozdu. O da ki, bəzi insanın cinayəti cəzası ilə bilinir də. Özdə cəza da adilin tərəfindən veriləndə, Allahın tərəfindən veriləndə. Görürsən, Allah kimi Rəhman, Rəhim, Ərhəmər, Rahimin, Qəfur, Vədud, Mehriban. Bu cürə Allah deyir, təbbət yada Əbi Ləhəb. Və təbb bağlansın və hər nədən əli kəsilsin. Yəni bundan da sonra ma'əğnə maluhu və ma kəsəb. Bundan da sonra heç, yəni Əbu Ləhəb da İslam da gətirsəydi məqbul deyir, elə deyir. İslam, bu da Peyğəmbərin və Quranın möcüzəsidir ki, bu şəxs barəsində əvvəlcədən dedi ki, bu adam cəhənnəmlikdir, İslamda qəbul eləmədi. Bəli, bəli. Yəni, bir adam məsələn də ən azı Peyğəmbəri yalana çıxartmaq üçün məsələn də, yalandan məsələn İslam iddiası eləyər, deyər ki, mən də müsəlman oldum. Nədir, məsələn Peyğəmbər və Quran yalanı çıxsın, heç onu da eləyə bilmədi. Bəli, bəli.